Bu taksi sürücüləri neçəsi mənə yaxınlaşıb, mənə də yazırlar. Mənim həqiqətən ürəyim ağrıyır onlara. Onlar deməli belə başa düşürəm ki, artıq bizim ölkədə belə bir tendensiya yaranıb ki, avtobus sürücüləri ilə taksi sürücülərinin sərnişinləri arasında, daha doğrusu sərnişinləri arasında fərq var. Avtobusda olan sərnişinlər başqa aləmdən gəlib, taksi sürücülərinin apardığı sərnişinlər başqa aləmdən. Təsəvvür edin, adamları düşürdə bilmirlər. Yaxınlaşıb bir Fuad adında dostumuzdur, deyir, qardaş yorulmuşuq, bu barədə danışmaq lazımdır. Dayanacaqda olmaz, cərmələnirik. Kənar xəttə daxil olmaz, cərmələnirik. Yaxşı, lisenziya dediniz, alırıq. Qanun qayda deyir, eləyirik. Bari icazə verin, deyir, taksi sürücülərin adından deyir, deyin, qoy eşitsinlər, söz verəcəm, narahat olmayın. Bizə də icazə versinlər ki, biz də sərnişin daşıyırıq. Arvadımızı, uşağımızı aparmırıq da sərnişində. Əgər mən lisenziya almışamsa, deməli, sərnişin daşıyıram. Bizə də deyir, icazə versinlər. Bezmişi deyir artıq, nə qədər deyir cərimə olar, nə qədər cərimə olar. Absurddur da, biabırsız. Yolun ortasında deyirlər, yolun ortasında necə maşın saxlayayım? Kənara çəkirsən cərimədir. Və bundan ötürü, xahiş edirəm, bundan ötürü bir neçə qəza baş verib, ölümlə nəticələnib. Sərnişini düşürdüyüb, avtobus zolağına daxil olmayıb, sərnişin düşüb, qaçıb, yolda qəza baş verib. Özdə birini vuran avtobus olmayıb, ha. Adi bir, deyəsən, AA markalı, yoxsa nəsə belə bir iddia gəlir də, iddia olaraq səsləndirirəm, avtomobil verib. Olar zolaqdan getmək, taksi sürücüsünə olmaz. Təsəvvür edin ki, nə qədər dövlət qurumlarının avtomobilləri var, özdə kifayət qədər də maaş alırlar. Onlar avtobus zolağına daxil ola bilər, amma taksi sürücüsü ola bilməz. Mənə maraqlıdır, Bakı Nəqliyyat Agentliyi, o cümlədə onların rəsmləri, bu xətti, necə deyərlər, təşkil edənlər, bu xətti təklif edənlər, görən özləri heç avtobusla gedirlərmi? Qətiyyən getmirlər. Onların öz bahalı avtomobilləri və öz işlərinə də gedirlər. İşə də daxil olanda elə bil ki, böyük bir cəmiyyətin, nə bilim, kimsə gəlib də hamı sağa sola çəkilməlidir. Deyir, Bakı Nəqliyyat Agentliyinə problemə görə gedirib bizi ən aşağı səviyyəli bir məmur qəbul edəcək. Ən aşağı səviyyəli. Səviyyə baxımından yox, məmurluq vəzifə baxımından deyirəm. Nə qədər cərmələnir bu taksi sürücülərə? Artıq doğrudan da bunları dinləmək lazımdır. Yenə deyirik, taksi sürücülərinin də apardığı sərnişinlər avtobus sürücülərinin apardığı sərnişinlərlə eynidir. Heç bir fərqi yoxdur. Düşünməyin ki, onların daha pulları çoxdur, bunların yox. Xeyr, eyni milləti, eyni cəmiyyəti, eyni dövlətdə yaşayırıq. Heç olmasa bu taksi sürücülərinin səsini eşitmək lazımdır. Məndə nə qədər şikayət var, videolar var. Bir problem olan kimi dərhal taksi sürücüsünü çəkib göndərir. Heç olmasa sərnişinlər, indi taksi sürücülərinə dəstək verin də. Çəkin ki, ay cəmaət, ay Bakı Nəqliyyat Agentliyi, ay nə bilim digər qurumlar. Mən baxın yolun ortasında düşürəm. Sabah mənə bir problem olsa, mən ölsəm və yaxud da yaralansam, mənə kömək eləyəcəksizmi? Eləməyəcəklər. Qalacaqsınız sığortalarda, sığorta deyəcək 6 ay, 7 ay, sonra sizə elə pul verəcək ki, Allah kəssin o pulu, təzən gedəcəksiniz məhkəməyə və s. Əsəbdən öləcəksiniz. Avtomobilin vurmasından ölməyəcəksiniz, ha, əsəbdən öləcəksiniz. Çərriyib öləcəksiniz. Yəni bu, indi də siz dəstək verin. İndi də siz çəkin bu taksi sürücülərini, deyin ki, qardaş, mən düşəndə təhlükə ilə üz-üzəyəm.